Rafiq Əzimov, gözəl aktyorumuz. 7 oğul filmi, gözəl filmlərdən birisi, 7 oğullardan birisi idi. Öz döyüşkənliyi ilə, qəhrəmanlığı ilə yadda qalan gözəl aktyorumuz. Təbii ki, indi 88 yaşı var. Deyir, yubileylər olanda yığışıb qeyd edirik. Prezident yubileyimlə bağlı mənə şöhrət orderini də verib. Bugün isə evdə ailəm və doğmalarımla qeyd edəcəm. Ad gününü deyib. Özüm yaxşı hiss edirəm, tamaşalarım var. Onlara hazırlaşırıq, oynayırıq. Rafiq müəllim baxmayaraq 88 yaşı var, deyir ki, gənclərlə ayaqlaşmağa çalışıram. Bizdə gənclər belədir də, özlərindən yaxşılı olan müğənnilərə, sənət adamlarına biraz yuxarıdan aşağı baxırlar. Da düşünmürlər ki, bunlar nələr görüb bu həyatda, nələr oynayıblar, nələr. Ona görə yuxarıdan aşağı baxmaq lazımdır. Gənclərə baxıram və bu mənə daha yaxşı təsir edir. Onlara böyük hörmətim var. Çalışdığım 64 il ərzində həmişə gənclərlə təmasda olmuşam. Hər zaman böyük hörmət görürəm onlardan. Onlara qayğını indidən göstərmək lazımdır. Gələcəkdə bizim kimi yaşada olanda öz şücaətlərini nümayiş etdirə bilsinlər. Mən bugün çalışıram ki, səhnədə olum, gənclərlə ayaqlaşa bilim. Bəli, Rafiq müəllim 1938-ci ildə Bakıda 6 fevralda anadan olub və Azərbaycan Milli Dram Teatrının 62-ci ildə orada çalışıb. Fasiləsiz çalışıb orada. Oradan uzaqlaşmayıb. Allah sizə can sağlığı versin. Rafiq Əzimov.